أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين بارئ الخلائق أجمعين وباعث الأنبياء والمرسلين، ثم الصلاة والسلام على سيدنا ونبينا أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيوم يوم الدين. عباد الله، أوصيكم ونفسي بتقوى الله. Muharrem ayının son cüməsi sizləri və özümü ilahi təqvaya dəvət eləyirəm. Muttəqilərin sərvərlərindən, mövlalarından olan Həzrəti Seyyid-i Şühəda İmam Hüseyin əleyhissalam ki, təqvanın bariz nümunəsi idi və həqiqi təqva üçündə demək olar şəhid oldu. Allah Teala inşallah bizləri həqiqi bu sonu şəhadətlə sonlanan ilahi təqvaya yetişməyə inşallah tövfiq inayət eləsin. Və əsrimizin mərcələrindən və İslamın müdafiəsi üçün ikinci, yəni inqilab sahibi olan və inqilabda iştirak edən, yəni müasir devrimizdə İslam inqilabdan gedir söhbət. Quruculuğunda və davamının olmasında, yəni bəqasında, əbədiləşməsində, daha da inkişafında rolu olan və həqiqətən də bu cür şəxsiyyətlər misilsizdir. Dünyaya təkrar olunmadan gəlirlər. Hər bir şəxsiyyətin öz yeri var və öz yeri olduğuna görə bu cür şəxsiyyətlər də dünyadan gedəndə yeri həqiqətən də həmişə daimi olaraq yəni boş qalır. Eynisi olmadığına görə. Ki, o şəxsiyyətlərdən biri də Vəli Əmr Müslimin şəhid Seyyid Əli Hüseyni Xameneyi idi ki, Allah Teala inşallah ruhunun dərəcəsi alidir, daha da ali qərar versin və bizlərə duaçı qərar versin. Və bizlərə də Allah tövfiq versin ki, o şəxsiyyət üçün, İslam üçün hər nə əziyyət çəkdi, xidmət elədi, o əziyyət və xidmətlərin haqqını verə bilək, onları müdafiə eləyə bilək. Çünki bu şəxsiyyət İmam Xomeyni rəhmətullah əleyh ki, dünyada o cür İslamı tanıtdırmaqla, həqiqəti tanıtdırmaqla, ilahi ədaləti yer üzərində ki, İmam Zaman əleyhissalamın qeybi dövründə bərpa elədi, həmin o xidməti etməli ilə rəhbər də onun müdafiə və quruculuğunda və tamamiyyətində xidmət elədi. Yəni, bu şəxsiyyətlərin sayəsində İslam bu günləri, yəni İslam deyəndə məqsədim həqiqi İslamdandır. O İslamdan ki, Allah ki, Qur'anda deyəndə ki, İn tansurullah yənsurukum və yutəbbit əqdamakum, yəni siz əgər Allaha kömək eləsəz, Allah da sizə kömək eləyər və qədəmləriniz sabit olar, möhkəm olar. Yəni, bu İslamdan gedir söhbət. O İslamdan gedir söhbət ki, zülmün qarşısında durur. O İslamdan, o həqiqətdən gedir ki, zalimlə mübarizə aparır. Hər bir yerdə məzlum varsa, o məzlumun yanında olur. İlahi ədalətin bərpasında
möhkəmlənməsində, möminlərin günbəgün, an-ba-an inkişafı üçün xidmət eləyən, yəni Allah tərəfindən göndərilən İslam dinindən gedir söhbət. Yəni bu cür şəxsiyyətlər məsum imam və peyğəmbərlərdən sonra məhz bu cür şəxsiyyətlər İslamın həmin bu həqiqi simasını insanlara aşılayırlar. Həqiqi simasını, yəni batini nədir onu göstərirlər. Bəzi müsəlman dövlətləri təəssüf bu günləri görürük ki, İslam düşməninin yanında yer alır. Amerikanın, İsrailin və ilaxır. Və o yerlərdə ki, müsəlmanlar əziyyət çəkir onların əlindən, onlar üçün bir iş görülmür. Amma o İslam həmin bu olardı ki, İslamın zahiri ilə fəqət yaşayırlar və İslamı zahiri ilə tanıtdırırlar. Amma həqiqi İslam dedikdə, bu İslam həmin o həqiqi İslam deyil. Bu həzrət, bu şəxsiyyətin mübarək şəhadəti münasibəti ilə başda İmam Zaman Ağaya və tamam İslam aləminə, alimlərə və sizə əzizlərə başsağlıq arz edirəm. Həzrət Ağanı ki, dünənləri gecə artıq Moskvada sübh əzanı verilmişdi ki, dəfn olundu. Yəni o əzizlər bu gecə eləyə bilərlər, o həzrət üçün vəhşət namazı qılarlar. Amma o Azərbaycan, İran və digər yerlərdə ki, sübh namazı verilməmişdi, o vəhşət namazı onlar üçün yerində idi. Yəni qıla da bilərlər o şəxslər ki, inşallah da qılıblar. İmam Xameneyi özü də həqiqətən bir məktəb idi. Yəni bu şəxsiyyət barəsində mən özüm üçün deyirəm, danışmaq həqiqətən çox çətindir. Həqiqi mənada gərək elm sahibi olasan. Çünki bu şəxsiyyətin kitablarını oxuyanda, mən də öz növbəmdə deyirəm. Neçə müddətdir ki, vəziyyətin bir çox kitabları var, adam mütaliə eləyir. Həqiqətən tanınmamış bir şəxsiyyətdir. Necə ki, Xomeynin şəxsiyyəti hələ də tanınmayıb, danışılır. Bu şəxsiyyət də özü öz növbəsində bir dənə məktəbdir. Kitabları da ki, deyilir, o həzrətin ümumiyyətlə həyat tərzini insan baxsa, həyat tərzinə diqqət eləsə, ən yaxın şəxsiyyətlər bu cür şəxsiyyətlərdir ki, yəni məsumla bizim aramızda olan şəxsiyyət, bu cür şəxsiyyətlər bizə kömək eləyir məsumu tanıya bilək. Həm məsumun əgər məzlumiyyətini dərk eləmək istəyirsə, gəlib bu şəxsiyyətə baxasan. Məsumun mərhəmətini, məsumun ələmiyyətini, yəni daha da alim olmağını, məsumun əxlaqını və mənəviyyatını, maarif səviyyəsini, əgər insan istəyə anlaya, yəni avam səviyyəsində, çox aşağı səviyyədə bu cür şəxsiyyətlərə diqqətlə baxsa dərk eləyə bilər məsumu. Ki, dünyada haqla batil ki, savaşı Adəm əleyhissalamdan ta qiyamət gününə qədər davam eləyəcək. Və bu haqq və batil savaşı zamanı hər bir kəs ki, bir tərəf qalsa, o şəxs zəifdir. Və Peyğəmbərin hədisinə əsasən deyəcək, məsələn, axmaqdır. Çünki Kərbəla hadisəsi zamanında baxsaq görək ki, bir çox insanlar bitərəf qaldı, qarışmadı. Hətta bəziləri cəsarət elədi ki, mən elmimlə iştihad eləyirəm ki, İmam Hüseyin əleyhissalam düz eləmir, gərək qiyam eləməsin. Bunu deyənlər də var idi, yəni elm əhlindən. Və bu qiyama qarşı özlərini bitərəf qərar verdilər. Və bu bitərəflik haləti
yaxud hər kəs ki, bu cür bəyannaməni imzalayır həyatında özü və nəfsi ilə, heç bir zaman elə bilməsin ki, amanda qalacaq. Xeyr, düşmənin həmən o zülmü gecə tezi onu öz əhatəsinə, öz cənginə alacaq. Və qarşıdan da ki, gəlir və bu dünyada haqla batil savaşına əməli şüar formasında meydan oxuyan, əməli şüar formasında haqla batil savaşını zahir eləyən, göstərən və dünyaya ümumiyyətcə bəyan eləyən haqqın nə olduğunu, batilin nə olduğunu, zalimin nə olduğunu, zülmün nə olduğunu bəyan eləyən ki, Ərbənin ziyarətidir. Ki, mən də öz növbəmdə qərar tutdum, amma Ərbənin ziyarəti barəsində bir-iki kəlmə deyək ki, qardaşların əksəriyyəti bu il Muhammed Aleyhisselamın və Ərbəyinə zəvvardılar. Allah inşallah gedməyənlərə də nəsib eləsin, gedənlərə də həmişə. Ərbəyin yürüyüşü sözün həqiqi mənasında bu günə qədər, bu dünyada, bizim dünyamızda misli olmayan, tayı bərabəri olmayan bir dənə hadisədir ki, nə öz dövrümüzdə, nə də hər hansı bir tarixin hansı bir güşəsində belə bir dənə əzəmətli cərəyan və yaxud hadisə, yəni hər nə cür baxsaq bu Ərbəyin məsələsinə, ziyarətinə baş verməyibdir. Nəinki yəni bir dəfə də olsun baş verməyib, o da qala hər il baş verir davamlı olaraq. Və hər ildə növbəti ilə nisbətən daha da əzəmətli olur. Daha da kamilləşir və insanları kamilliyə doğru aparır. Yəni o əzlər kimi birinci səfər Ərbəyində olub, əksər insanlar deyə bilməz ki, mən gələn il getməyə qərara almayam. Yəni elə bir insanda mənəvi, bu ruhiyyə yaradır. Həmən bu Ərbəyin yürüyüşü, bəzi məsələlər var, qardaşlar inşallah bunları yadlarında saxlasınlar və bu məsələlərə diqqət eləsinlər ki, bu getdikləri səfər hədər getməsin. Və hər il getdikcə də gərək nəsə əlavə olunsun onların iman və təqvasına, mənəviyyatına, bəsirətinə, həyatına. Bunlar hamısı gedib əsər eləsin bu ziyarətlər. Boş-boşuna, yəni gedib gəlməyə kimi çıxmasın. Bu Ərbəyin ziyarəti ki, bizlər azım oluruq, gedirik Ərbəyin ziyarətinə. Bunun öz-özlüyündə bir dənə Hüseyni, bir dənə hərəkətdir. Həmən bu Hüseyni hərəkət İmam Hüseyin Aleyhisselama olan mərifətin yayılmasında böyük bir dənə rol oynayır. Yəni sən ki, bugün Ərbəyinə gedirsən, bu Hüseyni hərəkata qoşulmusan, Hüseyni cərəyana qoşulmusan, Hüseyncilər dəstəsinə qoşulmusan, Nəcəf Kərbala yoluna ki, biz o cür qoşuluruq. Amma bilməyənlər bilsin, Ərbəyin yürüyüşü artıq başlayıbdır Bəsrədən. Təqribən 600 kilometr eləyir. Bəzi insanlar var ki, gedir, oradan başlayır. Yəni biz 3 gün, 4 gün yol gedirik, insanlar var 20 gün, 1 ay oradan gəlir Kərbalaya. Yəni Bəsrə yürüyüşü artıq başlayıbdır oradan. Və bizim həmvətən qardaşlardan bəziləri də olub, gediblər o yolu. Çətin məşəqqətli yolda amma gedilibdir. Yəni həmən bu İmam Hüseyin Aleyhisselamın mərifətini ki dedik, bu Hüseyinə hərəkət yayır. Yəni sən deməli, bu Ərbəyin yürüyüşündə həmən o şəxslərdən biri hesab olursan ki, İmam Hüseyin Aleyhisselamın mərifətini dünyaya yayırsan. O dünyaya yayılmasında rol oynayan şəxslərdən birisən. Ona görə gərək bu hərəkət zamanı, bu ziyarət zamanı
hər bir rəftarına, hər bir danışığına, əməlinə insan gərək fikir verər. Allah eləməsin ki, bu İmam Hüseyin əleyhissalamın mərifətinin yayılmasına sən xəyanət eləmiş olasan. Çünki bu Ərbəyin yürüşünün daha da günbəgün kamilləşməsinin səbəbi bizim ehtiyacımız var. Həqiqətdə İmam Hüseyin əleyhissalamın dünyaya tanıtdırmağa bizim ehtiyacımız var və dünyanın ehtiyacı var ki, İmam Hüseyin əleyhissalamı tanısın. Nəyə görə? Çünki bu gün dünyada zülm və fəsad aşkardır. Həmin bu zülm və fəsad dünyaya hakimlik eləyir bu dəqiqə. Dünyada tüğyan eləyir. El sözü ilə desək, dünyada at oynadır bu dəqiqə. Həmin bu zülm və fəsad və bu zülm və fəsadın sahibləri. Bunun da müqabilində fəqət və fəqət Hüseyni azadlıq təfəkkürü, Hüseyni azadlıq düşüncəsi, Hüseyni hürriyyət, Hüseyni mərifət sahibi olanlar və ümumiyyətcə bu düşüncənin, Hüseyni mərifət düşüncə və anlamının özü təklikdə, tənhalıqda bu fəsada, bu zülmə sinə gələ bilər. Bunun qarşısında, bunun müqabilində dura bilər. Ona görə sizlər və bizlər həm məcburuq, həm də möhtacıq. Həmçinin də dünya ki, İmam Hüseyin əleyhissalamın tanıya və tanıtdıra. Yəni bu şəxsiyyəti bizlər dünyaya tanıtdırsaq ki, bu Ərbəyin yürüşü həmən bu məarifin, İmam Hüseyin mərifinin, İmam Hüseyin əleyhissalam mərifətinin tanınmasında, tanıtdırılmasında özü böyük bir dənə rol oynayır ki, bu da insanların, mərhum rəhbərin sözü ilə desək, Allahın bizlərə verdiyi bir dənə neymətdir ki, hesab kitabı qiyamətdə bizlərdən çox ağır tutulacaqdır. Hüseyin İbn Əlinin aleyhimussalam haqqı müdafi eləmək, zülm, tüğyan və azadlığın, yəni bunların qarşısında durmaq həmin bu İmam Hüseyin əleyhissalamın məntiqidir. Yəni hər kəs desə ki, İmam Hüseyin əleyhissalamın məntiqi nədir? İmam Hüseyin əleyhissalamın məntiqi bunlar idi. Zülmün qarşısında durmaq, fəsadın qarşısında durmaq, istibdadın qarşısında durmaq. Yəni bu maarif, İmam Hüseyin maarifini insan dünyaya çatdırılsa, bunlar istər-istəməz avtomatik insanlara çatdırılacaqdır. Məhz bu səbəbdən də dünya ki, bu zülmə məruz qaldıqca insanlar burada əzilir, həqiqət aradan gedir. Ki, bu məntiqə insanların və dünyanın bu bucaqdan da baxsaq, yenə də ehtiyacı var. Başqa bir ustadın bir sözü vardı. Əgər bizlər Ərbəyində baş verənləri tanısaq, bizim ziyarət və dünyamız tamam başqa cür olar. Təəssüf ki, o ustadın bəyanı ilə deyir ki, biz hələ tanımamışıq Ərbəyini. Nə cür ki, həmən bu Ərbəyinin potensialı nədir, zərfiyyəti nədir, nəyə qadirdir bu Ərbəyin ziyarəti ki, tanımamışıq, qaynaqlanır Aşura məsələsindən. Ustad bu cür müqayisə eləyir ki, və müqayisəsi də düzdür. Aşuraya qayıdır ki, Aşuranı biz o cür tanımamışıq, o cür dərk eləməmişik və onu o cür dərk eləyib və tanımadığımız üçün Ərbəyini də hələ ki o cür tanıya bilməmişik. Əlbəttə, bütün insanlara aid deyil bu. O şəxslər ki, Aşuraya sözün tam mənasında mərifət sahib olublar, dərk eləyiblər Aşura nə olan şeydir, Aşurada nə baş verib, Ərbəyini də bugün yaxşı dərk eləyirlər.
Yəni usta demək istəyir ki, istəyirsən ərbəyini dərk eləyəsən, Aşuraya diqqət elə. İmam Hüseyin əleyhissalamın Kərbəla vaqiəsinə diqqət elə. Oranı araşdır ki, bugün ərbəyinin həqiqi ərbəyin olsun. Bugün ərbəyində həqiqi istifadə eləyə biləsən. Nəyə görə ərbəyin mühümdür? Buyurur ki, həmən bu ərbəyin cərəyanı və ərbəyin ziyarəti zuhura, İmam Zaman əleyhissalamın zuhuruna şərait və zəmin hazırlayan əsas amil və elementlərdən biridir. Yəni sən, mən bugün əgər bu ərbəyini dərk eləməsək, əgər bu ərbəyin ziyarətini, maarifini tanıyıb və tanıtdıra bilməsək, İmam Zaman əleyhissalamın zuhuru üçün bir iş görməmişik. O səbəbdən bayaq qeyd etdim ki, çalışağın kör-körana getməyək ərbəyinə. Getməmişdən qabaq bizlər özümüzdə ən azından mənəvi ab-ı havanı özümüzdə yaradaq ki, ora hazır gedək. Həmən bu ərbəyin ziyarəti, ərbəyin məsələsi ki, dediyi zuhur üçün şərait yaradır, daha da dolğun mənada desək, şərait yaratmaqla bərabər bütün hadisələri zuhurun tezləşməsi üçün dünyada böyük bir dənə rol oynayır. Yəni bu ərbəyin məsələsi. Və zuhurun tezləşməsi üçün də həmçinin də başlanğıc nöqtəsi kimi də baxılır. Bu səbəbdən də həmin bu ərbəyin məsələsinə bizim böyük ehtiyacımız var. Bunu dərk eləməliyik, bunu tanımalıyıq. Əgər dərk eləyib tanımasaq, İmam Hüseyin əleyhissalamın həqqini əda eləməmiş oluruq və ən əsası da dediyimiz kimi, çünki artıq bu ərbəyin ziyarəti demək olar ki, ümumdünya bir dənə hadisəsinə çevrilib ki, dünyanın hər bir yerindən insanlar gəlir, gəlməsələr də baxanlar həddən artıq çoxdur. Həddindən artıq da diqqət eləyən çoxdur. Və bu ərbəyin ziyarəti səbəb olub ki, həqiqi İslam təfəkkür və düşüncəsi dünyada aşılana, dünyada bəyan oluna, dünyada tanına. Yəni, həqiqət nə olduğudur, o cür insanlar artıq tanımağa başlayır. O səbəbdən ərbəyin ziyarətində bizlər gərək çox diqqətli olaq. Və bu ziyarətə düzdür, özümüz üçün, axirətimiz üçün, dünyamız üçün gediriksə də, gərək İmam Zaman əleyhissalamı yaddan çıxartmayaq. Ki, bu gediş, bu ziyarət sənin, bu gedişin, bu ziyarətin İmam Zaman əleyhissalamın zuhurda xidmət edir. İmam Zaman əleyhissalamın zuhurunun tezləşməsi üçün şərait yaradır. Bu ziyarət, bu zuhuru sürətlə tezləşməsinə şərait yaradır. Allah Teala inşallah bizləri həqiqi mənada İmam Hüseyin əleyhissalamın mərifətinə və marifinə agah qərar versin. Allah Teala Peyğəmbər ki, Qur'anda dedi, Ənə və mən ittəbə'əni udu iləllah, mən və o kəslər ki, məndən itaat eləyirlər Allah tərəfə, Allahın yoluna dəvət eləyirik, əla bəsirətin, yəni bəsirət əsasında Allah Teala bizlərə ki, bu dəvət eləyən şəxslərdən biri də bizik. Biz də bu ərbəyinə gedəndə öz dostumuzu, yoldaşımızı ərbəyinə çağırırıq. Ərbəyin ziyarətində bir-birimizi yaxşılığa dəvət edirik, bildiyimiz dua və zikirləri bir-birimizə öyrədirik. Yəni, hamımız nədir? Həmən bu ilahi risalətin daşıyıcılarıyıq. Amma kamil, düzgün daşınması üçün Peyğəmbər deyir ki, bəsirət şərtdir. Allah Teala bizlərə həmən bu risalət məsələsində bəsirəti bizlərə ruzi eləsin.
Allah Teala bizləri həqiqi muttəqilərdən qərar versin. Bir daha tamam İslam şəhidlərinə başda Seyyid-i Şəhəda İmam Hüseyn əleyhissalam olmaqla və əziz şəhid rəhbərimiz olmaqla Allah ruhlarını bizlərdən razı qərar versin, şad eləsin, məqamlarını âli eləsin və bizlərin də aqibətini xeyirlə xətm eləsin. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. صدق الله العلي العظيم.